Salam olsun aziz ve böyük Türk milletim. Salam olsun Mustafa bəy sizə. Salam olsun MGTV izləyicilərimizə və bütün xalqıma. Demək bu günləri mən bu çəkmək istədiyim video araşdırdığım bilgilərlə son vaxt həm İran, İsrail, Amerika savaşının, yəni ABD savaşının bölgəmizdə nə kimi fəsadlara törədəcəyi və bu haqda öncəki verilişlərimdə demişdim. Bugün mənim düşündürən, maraqlandıran Türkiyə Cumhuriyyətində NATO üssü, hərbi üssü, İstanbul Boğaziçi hərbi üssünün qurulmasının və Adana'nı da içinə alsaq bu işin içinə və 6-cı Koroğlu'nun Güneydoğu hissəsindən Türkiyəmizin yabancı NATO qüvvələrinin, yəni hamısı da Türkiyəmizin düşmənidir, Türklərin düşmənidir. 40 mindən çox ordunun Türkiyə Cumhuriyyətindən soxulması və bu Boğaziçi koordinator mərkəzinin qurulması NATO üssünün. Bu Montreux anlaşmasına, sazişinə qarşı birbaşa Montreux'a qarşıdır. Yəni bu nəyə görə qurulur, kimə görə qurulur? İsrail etkisinə alaraq, Türkiyənin də içinə alaraq Suriya, İraq, Libya, Türkiyə və bu günlərdə İranda gedən savaşlar, bu işlər hamısı imperialist güclərin işidir. Qazi Mustafa Kemal Atatürk imperialist güclərə qarşı həmişə bölgə güclərindən istifadə etmiş, dostluq etmiş, bildiyiniz kimi, yəni bölgədə olan güclərdən. Bunun kimi də İrandan. Ancaq bu günləri Türkiyə Cumhuriyyətimizin nə yazıq ki, AKP iktidarı tam əksinə edir bunu. Bunu mən deməliyəm. Mən burada şəxsi kiməsə düşmənçilim yox. Mənim üçün vətən, millət, devlət, türklük müqəddəsdir. Mən şəxsiyyətlərə yox, dövlətlərimizin bəkasına və millətlərimizin rifahı üçün hər zaman sözümü deyərəm. Bu günlər isə tam tərsinə Türkiyəmiz imperialist güclərlə bölgə güclərinə qarşı hərəkət edir. Və bu da heç kəsə artıq gizli deyil. Sadəcə olaraq NATO'nun Montreux anlaşmasına görə bir tək ayrımçılıq olan yer üzündə dəniz bölgəsi var ki, o da Qaradənizdir. Ora girə bilmirlər. Və Montreux anlaşmasına görə dünyanın heç bir ölkəsinin sualtı gəmiləri və hərbi gəmiləri heç biri boğazlardan keçərək Qaradənizə keçə bilməz. Montreux anlaşması bugünkü Türkiyə Cumhuriyyətimizin bəkasıdır, qorunmasıdır. Əgər bu əldən gedərsə də Qaradənizdə də NATO hərbi üssü, dəniz hərbi üsləri qurularsa da bu kimə qarşıdır? Rusiyaya qarşı təhdiddir. Rusiyadan təhdid varmı NATO'ya? Xeyr. Rusiyadan Türkiyəyə bugünkü gün təhdid varmı? Xeyr, yoxdur. Ancaq bu olarsa Rusiyadan təhdid artacaqdır. Yəni şimal bölgəsindən Türkiyəmizə təhdid atacaqdır. Və İran, İsrail, ABD savaşında Türkiyəmiz düzdür. İranımızın ərazi bütövlüyünü İranın dəstəkləyir. Ancaq bu sözləndir. Burada Türkiyə ərazisindən NATO hərbi savunmalarının, patriotların və digər şeylərin, uşaqların hamısının qoyulması və buna diqqət edəsiniz. Bu araşdırdığıma görə bu Türkiyəmizi İran savaşına soxmaq istəyirlər. İndi bunu nə yolla edəcəklər, hansı şantajlar edəcəklər? Bəzi Türkiyədə araşdırmacıların, yazarların, alimlərin, professorların, siyasətçilərin də çıxışlarına baxdıqda, dövlət adamlarında burada elə bir zəmin yaradırlar ki, yarın İrandan bir füzə gəlib mərkəzə düşsə, İstanbul'a mı, başqa bir sivil insanların çox yaşadığı yerə mi, bu insanlar arasında necə fəsaət verəcək və Türkiyə Cumhuriyyətimiz buna necə reaksiya verəcək və Türk əskərlərini İrana savaşa soxmaq istəyəcəklər.
Bu həmin bu imperialist, siyonist, evangelist İsraillə Amerikanın projesidir. Bazı bilgiler var ki, buradan məsləhət görürəm, bu kitabı oxuyasınız. Graham Fuller, Türkiyənin əski siyah şefi, masasının böyüyü. 2009-cu ildə verdiyi Pentagon raporlarıdır. Və bu olduğu kimi də gedir. Ona görə əziz xalqım, əziz millətim, Türk milləti, buna imkan vermək olmaz. Boğaziçi, NATO, ulusal mərkəz, koordinator mərkəzin qurulmasına imkan vermək olmaz. Nə də ki, Qaradənizə NATO üslərinin keçirilməsinə və orada qurulmasına heç cürə imkan vermək olmaz. Bu, Rusiya ilə qarşı-qarşıya gətirməkdir. Ən böyük təhlükələrdən biri də Rusiya ilə Türkiyəmizi qarşı-qarşıya gətirməkdir. Bu, eyni 1915, 19, 18-ci illərdə Birinci Dünya Savaşındakı eyni projedir, eyni güclərdir, eyni piyonlardır bu günləri. Həm Türkiyəmizin içindən, həm dışarıdan saldırırlar. Bu, Boğaziçi, İstanbul mərkəzli NATO ulusal anlaşması koordinasyon mərkəzi qurulduqda mən özümə, öz fikrimdir, kendi düşüncəmlə Türkiyəmiz səssiz işğal edilir. Və Türkiyəmizi həm İranla savaşa, həm gələcəkdə Rusiya ilə qarşı-qarşıya qoymağa zəmin hazırlayırlar. Buna heç cürə imkan verməyin. Əziz və böyük Türk millətim. Bugün qonşumuzda İranda savaş gedir. Onlar haqlı olaraq öz vətənlərini, devlətlərini imperialist işğalçı qüvvələrə qarşı bütün xalqı ilə bir yerdə duruşunu göstərir, savaşırlar. Biz əlimizdən gələn imkanımız dairəsində insani dəstəyimizi, qonşuluq dəstəyimizi etməliyik. Və edirik də. Ancaq burada siyonistlərin və evangelistlərin oyuna gəlmək olmaz. BlackRock'un İstanbul'a gələrək Dolmabağçada da görüşməsi, mən buradan bir söz deyim, bundan önce demiştim. BlackRock hansı dövlətlə anlaşırsa da, imza atıldısa da, həmin dövlət artıq bitdi. Nəyi var, nəyi yox, yeraltı sərvətlərindən tutmuş fabrikələrinə kimi, hətta əməklilərin maaşlarına kimi BlackRock'a baxacaqdır. Faizlərə veriləcək və borçlandırılacaqdır. Eyni Osmanlı'nın zamanında, Abdülhamid'in vaxtında, Vahidinin vaxtında necə borçlandılar? Hansı ki Abdülhamid borçların əvəzinə bugünkü Kipris adasını İngilizlərə bıraktı, həmin borçların əvəzinə. Bu borçlanmayla yenidən Türkiyə Cumhuriyyəti qalxa bilməyəcək. Buna diqqət edin. BlackRock'a imza atmaq, siz təsəvvür edin, BlackRock bugünkü siyonist İsrail'in finansorudur. Netanyahu'nun da kankasıdır, yaxın dostudur. Hem buradan bu düşmançılıktan danışırıq, hem İsrail, Qəzza belə gəldi, ümmət belə getdi, hem de BlackRock gəlir, Dolmabağçada imzalanır, nəyə döyüşürlər, Maliyyə Bakanına, o birisindən, bu birisindən, hər şey imza atırlar, gedirlər. Bunlarla imza atmaq, dövləti işğal etməkdir. Ukrayna imza attı BlackRock'a. Ukrayna'nın bu günləri bir qarış torpağı yoxdur. Bütün tarım sahələrinə kimi, fabriklərə kimi, mədənlərə kimi, hamısı BlackRock'undur. Bunu biləsiniz. İlk önce baştan da ola bilər sizə maaşlarınızı, əməklilərin haqqını profsoyuz deyirlər bizdə Rus dilində. Bütün o sistem zaten hamısı BlackRock'un əlində olacaqdır. Alışveriş mərkəzlərinə kimi, yeraltı sərvətlərə kimi, fabrikalara kimi. Və hamısında pul verib alacaqdır. Sonra da faizlə özünüzə verəcəkdir. O faizlər də böyüyəndə onun əvəzinə torpaq sahələrini götürəcəklər. Və bu 6-cı kolordunun da Güneydoğuda olması, yarın iş savaş çıxarsa, buna doğru gedərsə, bu bölücülər, demçilər, kimlər, bunlara dəstək edən həmin o ordu olacaqdır. Baxmayaraq ki, başında Türk generalı, Türk paşamızlar. Bunu dövlətin içine sokmaq, dövləti işğal etməkdir. NATO bizim, siz ittifaqçısınız, düzdür. F-35'ləri vermir, pulunuzu aldı, paranızı milyardlarla, 2 milyard,
200 milyon nə qədər pulunuzu aldı, vermədi. Patriotları vermir bugünkü gün kimi. Yunanistanı silahlandırır, PKK'nı silahlandırır, PJK'nı hamısını silahlandırır. Kimə qarşı? Türkiyəmizə qarşı. Nəyə görə siz onların dediyini eləməlisiniz onda? Nə olsun ittifak? Nə tər ittifak qalxsa yaptırımını götürmüydü hələ. Trump'ın tarif verməsi, övülməsi, bunlar hamısı bu geri zekalı, pedofil Trump'ın sözlərlə nəyə razılaşırsınız? Baxın, Türkiyəmiz çox ağır və təhlükəli bir duruma girdi. Mən bunu deməliyəm. Çünki mənim üçün Türkiyə mənim vətənimdir. Mən bunu öncə də demişim. Azərbaycan nədirsə də Türkiyəmdə odur. Azərbaycana da qarşı təhlükələr var Rusiya tərəfdən. Amma hələ bu elə də ciddi deyil. Əsas bu dəqiqə Qafqazda Ermənistanın üzərində çalışırlar. İran-İsrail savaşının da sonuçlarla bilinəcək nələrin baş verməyi. Çünki gedişat tam dəyişir. Savaş çizgisindən çıxmış. Ancaq mənim buradan xəbərdar etmək istədiyim, bildiyim, araşdırdığım araşdırmalarla bu Qaradənizdə NATO üssünün, hərbi üssünün, dəniz flotunun olması Rusiya birbaşa təhdiddir. Rusiyadan da Türkiyəyə qarşı olacaqdır. Şimaldan təhdid gələcəkdir. Və bu gələcəkdə qarşı-qarşıya durmaqdır. Və 6-cı korolduğunda qurulması, NATO üssünün yerilməsi və 40 min əskərin də Türkiyəmizə gəlməsi, çərgilməsi. Türkiyə bunu gidizdirəcək. Türkiyə Cumhuriyyəti bunun yeməyini, içməyini, geyməyini, hər şeyini Türkiyə təmin edəcəkdir. Bu qanundur. Boğaziçi, İstanbul mərkəzli NATO Ulusal Koordinator Mərkəzi qurulmağı, koordinasiya mərkəzi qurulması. Mənim bir il bundan öncə bir videom var idi. İstanbul Boğazı haqqında mən bir verilişim var. Kim istəyir YouTube'da MGTV'də girib baxa bilər. O zaman mən o videonu çəkəndə mənə çox professorlar, araşdırmaçılar oradan yazdılar ki, Türkiyədə sənin bilgilərin var mı? Hansı bilgilərdən deyirsən? Bax, gəlib həmin bilgilərə çıxır. Galata bankirlərinə çıxacaq gələcəkdə. Həmin o İstanbul Boğazı kanalı, İstanbul kanalı, bax bugünkü gün, bu günləri Boğaz içində, tam Türkiyənin mərkəzində, İstanbulun ortasında NATO koordinasyon mərkəzinin qurulması bu səssiz Türkiyəni işğal etmək deməkdir. Buna yol vermək olmaz. Mənim səsimi buradan Türk millətinin admiralları, paşaları, generalları, siyasiləri, jurnalistləri, aydınları, yazarları kim eşidirsə də hamınıza səslənirəm. Bunu durdurmaq lazımdır. Əziz və Türk millətim. Nə mutlu Türk'üm deyənə, ey Türk, özünə gəl, törənə dön. Yurduna, torpağına sahib çıx. Allah'a emanet olun.